Salam, hörmətli müəllimlər. Bugünkü dərsimiz sosial öyrənmə nəzəriyyəsi olacaq. Sosial öyrənmə nəzəriyyəsi nədir? Müşahidə əsaslı öyrənmə nədir? Geniş şəkildə, ətraflı şəkildə baxacaq. İlk olaraq onu qeyd edək ki, məsələn, uşaq vaxtı velosiped sürməyi necə öyrənmişik? Bunun üçün hər hansı bir xüsusi dərslər almışıqmı? Geniş təlimatlar almışıqmı? Yoxsa biz bunu müşahidə əsasında öyrənmişik? Təbii ki, biz bunu müşahidə etmədən, özümüz bunu öyrənməyə çalışsaq, bu ya uzun bir zaman ala bilər, çox zəhmət tələb edə bilər, düzdürmü? Yəni, biz bugün Albert Banduranın nəzəriyyəsində, sosial öyrənmə nəzəriyyəsində bacarıq və davranışların əldə edilməsində sosial mühitin vacibliyi haqqında danışacağıq. Yəni, hər hansı bir bacarığın öyrənməsində sosial mühitin çox böyük əhəmiyyəti vardır. Sosial öyrənmə nəzəriyyəsinə görə hər hansı bir öyrənmə, sosial öyrənmə, müşahidə, təqlid və modelləşdirmə yolu ilə baş verir. Bunun üçün də diqqət, motivasiya, münasibət, emosiyalar kimi amillərdən təsirləndiyi irəli sürülür. Yəni, bu nəzəriyyədə insanların başqalarının davranışını müşahidəsi və təqlid etməsi ilə öyrənməsi haqqında danışılır. Uşaqlar, məsələn, böyükləri müşahidə edərək onların davranışlarını təqlid edir. Bu, həm müsbət davranışlara aid ola bilər, həm mənfi davranışlara aid ola bilər. Məsələn, evdə valideynlər daha çox kitab oxuyursa, həmin evdə uşaqlar da kitaba maraqlı olurlar, kitab oxumağa həvəsli olurlar. Məsələn, ata siqaret çəkirsə, uşaq da həmin o davranışı sərgiləməyə başlayır. Məsələn, qələmi qoyur əlinə, bir o siqaret çəkirmiş kimi davranış göstərməyə başlayır. Yəni, uşaqlar başqalarını müşahidə edərək, böyükləri müşahidə edərək davranış sərgiləyirlər. Müşahidə əsaslı öyrənmə nədir? Müşahidə əsaslı öyrənmə Banduranın sosial öyrənmə nəzəriyyəsinin əhəmiyyətli komponentidir. Yəni, müşahidə əsaslı öyrənmə elə bir metoddur ki, burada insan cəmiyyətdə başqalarının emosional ifadələrini, münasibətlərini, davranışlarını müşahidə etmək və modelləşdirmək yolu ilə bilik və bacarıqlar əldə edirlər. Yəni, Banduraya görə insanlar başqalarını kör-koranı təqlid eləməkdənsə, onların gücləndirici davranışlarından açıq şəkildə öyrənə bilərlər. Yəni, hansısa davranış o davranışdan sonra yaranan nəticələrə görə formalaşır. Bu nə deməkdir? Yəni, hər hansı bir davranışın sonunda, məsələn, mükafatlanma varsa, bu davranışı təkrarlamaq artacaqdır. Yəni, bu davranışın təkrarlanma ehtimalı da çoxalmış olacaq. Və yaxud da hər hansı bir davranışın nəticəsi olaraq bir cəzalanma varsa, bu davranışı təkrarlamaq azalmış olacaq. Yəni, bu davranışın təkrarlanması ehtimalı az olmuş olacaq. Ümumiyyətlə, Bandura eksperiment aparmışdır və bunları eksperiment üzərindən sübut eləmişdir. Yəni, bu eksperiment nədən ibarətdir? Bu haqda danışaq. Uşaqları 2 ayrı otağa qoyur, 2 ayrı otaqda yerləşdirir və hər otaqda da bir yetkin şəxs olur və həmin otaqda belə bir oyuncağı, yetkin şəxs otağın birində bu oyuncağı belə görürsünüz, yumruqluyur, belə mənfi hərəkətlər göstərmiş olur. Həmin otaqda olan uşaqlar sonra həmin o böyüyün, o yetkin şəxsin etdiyini təkrarlayırlar. Digər otaqda olan isə yetkin şəxs heç həmin o oyuncağa reaksiya vermir və digər uşaqlar da onun kimi reaksiya vermədən hərəsi öz işinə məşğul olur. Yəni, bununla demək istəyirik ki, uşaqlar böyükləri təqlid edirlər, uşaqlar böyüklərdən öyrənirlər. Yəni, biz müsbət davranış göstərəriksə, özümüz davranışlarımızı müsbətə doğru hər zaman davranış sərgiləyəriksə, uşaqlar da bizdən müsbətə doğru
öyrənib inkişaf edəcəklər. Yəni hər zaman biz təbii ki, belə bir ifadə də var ki, uşaqları tərbiyə etmək istəyirsinizsə özünüzdən başlayın. Yəni özümüz nümunəvi olmağa çalışarıqsa, özümüz öz səhvlərimizi görüb, mənfi hərəkətlərimizi aradan qaldırarıqsa, uşaqlar da bizə bənzəyəcəklər. Bandura müşahidə əsaslı öyrənmənin 3 modelini müəyyənləşdirir. Bu 3 model isə canlı model, simvolik model və sözlü təlimat modelidir. Yəni canlı model digər insanları canlı olaraq müşahidə etmək, simvolik model filmlər, televiziya, YouTube vasitəsilə, sözlü təlimat isə davranışla bağlı təlimat vasitəsilə öyrənməkdir. Simvolik modelə xüsusilə dövrümüzdə ən çox problemlərin səbəbi də uşaqlarda elə bu simvolik modellərdir. Çox təəssüf ki, nə qədər davranış pozuntusu olan uşaqlar var ki, müxtəlif filmlərdə, müxtəlif dizi filmlərdə aqressiv filmləri izləməklə mənfi davranış sərgiləyirlər. Öyrənmək üçün Banduraya görə cəmiyyətdə insan davranışının müşahidəsidir, modelləşməsidir. Başqalarının davranışlarını kopyalamaqla öyrənmək üçün 4 əsas şərt var. Bu şərtlər nədən ibarətdir? Diqqət, yəni bütün müşahidə olunan davranışlar effektiv şəkildə öyrənilir. Yəni öyrənmək üçün müşahidə zamanı diqqətli olmaq lazımdır. Yəni diqqəti yayındıran hər hansı amil varsa, bu müşahidəyə mənfi təsir göstərmiş olur. Yəni diqqətlə müşahidə edirik ki, öyrənirik və diqqətlə müşahidə edəndən sonra həmin o müşahidə etdiklərimizi yadımızda saxlayırıq və müşahidə olunan davranışı yadda saxlamaq bacarığı öyrənmə prosesinin vacib hissəsidir. Yəni əgər şəxs müşahidə etdiyi davranışı yadda saxlamırsa, o zaman onu təkrarlamaq şansı da az olur. Tətbiq isə adından göründüyü kimi davranış nümunəsinə diqqət yetirdikdən sonra, gördüklərimizi qavrayıb yadda saxladıqdan sonra həmin davranışı yerinə yetiririk. Bu da tətbiq hissəsinə aiddir və öyrənilmiş davranışın sonrakı tətbiqi təkmilləşməyə və bacarıqların inkişafına səbəb olur. Motivasiya müşahidə yolu ilə öyrənmənin ən əhəmiyyətli bilik əldə etmə imkanlarını təmin edir. Müşahidə yolu ilə öyrənən zaman modelləşmiş davranışı təqlid etmək üçün motivasiyalı olmaq lazımdır. Bunun üçün də gücləndirmə və cəza motivasiyası vardır. Yəni əvvəldə də qeyd elədiyimiz kimi müsbət davranışın sonunda gücləndirmədən istifadə ediriksə, yəni hər hansı bir mükafatlama varsa, o davranışın təkrarlanma ehtimalı daha çoxdur və yaxud da hər hansı bir mənfi davranışın sonunda bir cəza varsa, həmin o mənfi davranışın təkrarlanma ehtimalı isə daha azdır. Banduranın sosial öyrənmə nəzəriyyəsi isə bu qədər əziz müəllimlər.